Salyanda Vətən müharibəsi şəhidi Bayrı İmanovun doğum gününə həsr olunan tədbir keçirilib. Tədbir Vətən bizim ant yerimiz layihəsi çərçivəsində keçirilib. Bildirilib ki, 1996-cı ilin 5 fevralında Salyan rayonunun Qaraçala qəsəbəsində anadan olan Bayrı İmanov 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsinə ilk qoşulan qəhrəmanlardan olub. O, döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirib. Tərtər, Suqovuşan, Cəbrayıl, Xocavənd, Şuşa və digər ərazilərdə gedən döyüşlərdə misilsiz qəhrəmanlıqlar göstərən Bayrı İmanov Şuşanın düşməndən azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra 3-cü dərəcəli vətənə xidmətə görə ordeni, həmçinin cəsur döyüşçü Şuşanın azad olunmasına görə, Cəbrayılın azad olunmasına görə, Xocavəndin azad olunmasına görə və vətən uğrunda medalları ilə təltif edilib. Ruhən yanımızdadır da, cismən olmasa da, bütün analar kimi mən də onsuz qeyd edirəm bunu bugünkü günün, nə bilim, Allah bütün şəhidlərimizi rəhmət eləsin. Mən öz övladımla fəxr duyuram. Şəhid Bayrı vətənpərvər bir övlad olub, ölkəsinə layiqincə qiymət verib, yəni öz könüllü olaraq müharibəyə qatılıb. Döyüş yolu da Şuşaya qədər olub, yəni Şuşada zəfər gününə 2 gün qalmış şəhid olmuşdur.